Salam əziz dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, saatımız 17:05-i göstərir. Hər birinizi Azərbaycanın səsindən salamlayırıq. Bugün peşə təhsilindən danışacağıq. Ümumiyyətlə, peşə təhsili bazarın tələblərinə uyğun ixtisaslı kadr hazırlamaq baxımından önəmli bir mahiyyət daşıyır. Məsələ ölkəmizdə bu sahənin inkişafına dair atılan addımlardan biri də İqtisadi Zonaların İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən peşə təhsil mərkəzinin mövcudluğudur. Məsələ qonağımızla bugün bu mövzunu müzakirə edəcəyik. Xüsusən də peşə təhsil mərkəzinin gələcək illərdə yaradılacaq imkanlarından, ümumiyyətlə ölkəmizdə yaradılan bu fürsətdən gənclərimiz necə istifadə edirlər? Qonağımızı təqdim etmək istəyirəm. Qonağımız İqtisadi Zonaların İnkişaf Agentliyinin nəzdində peşə təhsil mərkəzinin direktoru Kənan Bağırovdur. Xoş gəlmisiniz Kənan müəllim. Mən də sizi salamlayıram, bütün dinləyiciləri salamlayıram. Xoş gördük. Ümid edirəm hər şey qaydasındadır. Bugün biz sizinlə ilk efirimizi bölüşürük. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bizim suallarımız, sizin cavablarınız hər biri qaydasında olur inşallah. İnşallah. Elə danışaq peşə təhsil mərkəzinin yaranmasından. Nə zaman yaradıldı? Cənab Prezidentin yəqin ki, burada göstərişi var idi. Bəli. İqtisadi Zonaların İnkişaf Agentliyi nəzdində peşə təhsil mərkəzi 2020-ci ildə fəaliyyətə başlayıb. Onu xüsusi vurğulayım ki, ölkə başçımız cənab İlham Əliyev bu mərkəzin açılışını həyata keçirib və bu mərkəzin yaradılmasında məqsəd də Azərbaycanda sənaye müəssisələrini zəruri kadrla təmin etmək olub. Ümumiyyətlə qeyd edeyim ki, peşə təhsil mərkəzi Azərbaycanda yeganə təhsil mərkəzidir ki, sənaye parkının ərazisində yerləşir. Biz dünya təcrübəsinə baxdığımız zaman bu uğurlu modeli orada görə bilirik və bizim peşə təhsil mərkəzi də Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir və ətrafımızda müxtəlif rezidentlərin sənaye fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, Sumqayıtda yerləşməsinin bu peşə təhsil mərkəzinin önəmi nədir? Bir çox üstünlükləri var. Əlbəttə ki, bunu biz xüsusi olaraq deməli özəl təhsil müəssisəsi tərəfdaşlığında görə bilərik. Çünki peşə təhsil mərkəzi əlbəttə ki, praktik səriştələri formalaşdıran və bazar üçün zəruri kadr hazırlığını həyata keçirən bir təhsil müəssisəsidir və bu istiqamətdə də onun sənaye parkının ərazisində yerləşməsi tələbələrin istehsal təcrübə prosesində çox rahatlıqla sənaye müəssisələrinə getməsinə, eləcə də sənaye müəssisəsində çalışan peşəkar kadrların tədris prosesinə cəlb olunmasına, müəllim pedaqoji heyəti tərkibində çıxış etməsinə və gələcəkdə də həmin o tələbələrin uğurlu təcrübə keçməsi nəticəsində əmək bazarında özlərini layiqli yer tutmasına çox müsbət təsirini göstərir. Aydındır. Kənan müəllim, ümumiyyətlə orada yaş həddi varmı gənclərin orada cəlb olunmasında? Bizdə peşə təhsili mərkəzində ümumiyyətlə tələbə qəbulu bildiyiniz kimi peşə təhsili sistemi üzərindən həyata keçirilir və bu ali təhsil müəssisələrinə qəbul prosesi bitdikdən sonra deməli müvafiq elan nəticəsində həyata keçirilən bir qəbul prosesidir. İmtahan var yəni orada, hə? Yox, burada imtahan prosesi deyil. Burada attestat qiymətlərinin ortalama göstəricilərini müvafiq peşə təhsil sisteminin deməli portalına daxil etməklə tələbə məzun olmuş şəxslər təhsil müəssisəsində təhsil hüququ qazana bilərlər. Aydındır. Qəbul 9-cu sinifdən həyata keçirilir. Daha doğrusu 9-u bitirmiş tələbələr müraciət edə bilir və eləcə də tam orta təhsil bitirmiş, 11-ci sinif bitirmiş uşaqlar və tələbələr belə deyək ki, müraciət etməklə təhsil ala bilirlər. Yəni orada yaş həddi 30-a qədər söhbət yoxdur. Belə deyək, bizdə hər 3 təhsil pilləsində təhsil həyata keçir. İlkin peşə təhsilidir, texniki peşə təhsilidir, yüksək texniki peşə təhsilidir. Müəyyən məhdudiyyətlər əlbəttə ki, yüksək texniki peşədə tətbiq olunduğu halda texniki peşə səviyyəsində yaş limiti mövcud deyil və bizdə kifayət qədər tələbə sayı mövcuddur ki, hansı ki, onlar müxtəlif ixtisaslar üzrə ali təhsil alıb və növbəti mərhələdə praktik səriştələrini formalaşdırmaq üçün peşə təhsil mərkəzində texniki peşə təhsilində yenidən bir təhsilə cəlb olunublar. Nə gözəl. 2024-cü ilə bir xatırlayaq. Nələr baş verdi, nələr oldu? 2024-cü ildə ümumiyyətlə İqtisadi Zonaların Peşə Təhsil Mərkəzi çox intensiv bir inkişaf prosesi həyata keçirdi. Bunu bir neçə istiqamət üzrə deyə bilərik. Bunlardan birincisi tələbə sayının mərkəzdə artması oldu. Deməli, hal-hazırda Peşə Təhsil Mərkəzində 400-ün üzərində tələbə təhsil alır. Bu ötən illə müqayisədə kifayət qədər çox tələbə sayı deməkdir. Bəli, çünki ötən ildə 250 tələbə idi və bu il artıq 400-ün üzərində tələbə təhsil alır və mən xüsusi vurğulayım ki, növbəti ildə tələbə sayının artıq 500-ün üzərində qaldırılması hədəfləndirilir.
Bu bir istiqamət olaraq vurğulaya bilər. Digər bir istiqamət peşə təhsil mərkəzinin deməli özəl sektordan əməkdaşlığının sıxlaşdırılması, intensivləşdirilməsi olub. 2024-cü il ərzində deməli tələbələrimiz üçün bakalavr təhsili şansını yaratmaq üçün distant təhsil modelində İsveçrənin Swiss Montreux Business School ilə biz anlaşma memorandumu imzalamışıq və tələbələr üçün ikili diplom proqramı hüququnu yaratmışıq. Bununla yanaşı biz dünyanın qabaqcıl qaynaq istiqamətində qabaqcıl şirkətlərindən biri olan və kifayət böyük bir tarixi olan TWI şirkəti ilə anlaşma memorandumu imzalamışıq və bu da bizdə tədris olunan qaynaq istiqaməti üzrə tələbələrin gələcəkdə beynəlxalq sertifikasiyası və tədris prosesində daha təkmil formada həyata keçməsinə imkan yaradıb. Bununla yanaşı biz özəl şirkətlərin daha intensiv əməkdaşlıq qurmuşuq. Belə ki, qeyd etdiyim kimi 24-cü il ərzində 8 yeni memorandum və 20-dən çox imzalanmış müqavilə nəticəsində bizim özəl sektorun əməkdaşlığımız çox sıx inkişaf etmişdir və xüsusilə də bunların içində sənaye parklarının ərazisində olan rezidentlər də var. Eləcə də Azərbaycan kifayət qədər nüfuzlu holdinq və şirkətləri var. Belə ki, 2024-cü ildə biz deməli Holcim şirkətinə əməkdaşlıqda Azərbaycanda ilk dəfə usta mənəm yarışmasına ölkə üzrə həyata keçirdik. Burada 900-dən çox deməli usta müsabiqəyə cəlb olundu. Respublika üzrə 14 rayonda mərkəzləşmiş rayon götürülməklə böyük tədbirlər keçirildi və final tədbiri Bakı şəhərində Expo Centerdə həyata keçirildi. Noyabr ayında və həmin qalib də avtomobil hədiyyəsini mükafatlandırdı. Burada məqsəd sırf təhsilin əhəmiyyətini insanlara aşılamaq, peşə təhsilinə dövlətin ayırdığı bu imkanları, bu geniş necə də fəaliyyəti geniş kütlələrdə insanlara təbliğ etmək idi və əlbəttə ki, təhsilin əhəmiyyətini, peşə təhsilin əhəmiyyətini insanlara necə də təşviq etməkdən ibarət olmuşdur. Kənan müəllim, məhz o tələbələrin xarici şirkətlərdə, həmçinin özəl sektor sahələrində olan şirkətlərdə təcrübə müddəti olubmu? Bəli, bizim tələbələr təhsil proqramına uyğun olaraq, əlbəttə ki, ixtisaslarına uyğun olaraq istehsal təcrübə proseslərindən cəlb olunurlar. Həm müddət ərzində demək olar ki, bizim tələbənin hər biri sənaye müəssisələrində praktik fəaliyyətdə olurlar və bunun nəticəsində artıq onlar məzun dönəminə keçdiyi zaman çox rahatlıqla əmək bazarına çıxırlar və məşğulluqları təmin olunur. Mən sizə vurğulamaq istəyirəm ki, bizim 2023-24-cü tədris ilinin sonunda məzun olan tələbələrin artıq oktyabr ayı ərzində 65.4%-nin məşğulluğu tərəfimizdən təmin edilmişdir. Gözəl. Ümumiyyətlə, peşə təhsil mərkəzində daha çox hansı ixtisaslar üstünlük təşkil edir? İqtisadi və İnkişaf Agentliyinin peşə təhsil mərkəzi əsasən 2 istiqamətdə ixtisaslaşıb. Bunlardan biri informasiya texnologiyaları sahəsidir, digər istiqamət isə sənaye peşələridir. İnformasiya texnologiya sahəsi deyəndə biz informasiya texnologiyası mütəxəssisi nəzərdə tuta bilərik, web proqramlaşdırma üzrə mütəxəssis hazırlığı nəzərdə tuta bilərik, deməli, kompüter sistemləri üzrə, eləcə də qrafik dizayner ixtisaslarını bildirə bilərik. Sənaye peşələrində əlbəttə ki, bugün əmək bazarının tələbinə uyğun olaraq torno, frez, CNC üzrə mütəxəssislərin hazırlanmasıdır. Qaynaq üzrə, qaynağın müxtəlif növləri üzrə kadr, yəni təhsil pilləsində peşə təhsil pilləsində kadr hazırlığının həyata keçirilməsidir. Havalandırma soyutma sistemləri üzrə operatordur, avtomatik ustasıdır, elektrik, deməli, tikilməkdə olan binalarda elektrik ixtisası üzrə mütəxəssisin hazırlanmasıdır. Mən bir ixtisasda xüsusi vurğulamaq istəyirəm. Bilirik, biz 2024-cü ildə Azərbaycan COP29 mötəbər dünya üzrə mötəbər bir tədbirə ev sahibliyi etdi və həmin il çərçivəsində Azərbaycanda 2 yeni ixtisas təsdiq olundu. Bu bərpa olunan enerji sahəsində avadanlıqları qulluq üzrə mütəxəssislərin hazırlanması idi və eləcə də texniki işçi peşələri idi ki, biz ilk dəfə olaraq bakalavr təhsil pilləsində 2024-cü 24-25-ci tədris ili üzrə bir qrupu qəbulu həyata keçirmişik və bu ixtisasda məhz Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə avadanlıqlara xidmət ixtisasıdır. Bəli, ilk qəbul həyata keçirilib. Çünki bugün alternativ enerji demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir və Azərbaycanda da artıq bizim bu sahədə bir ilk addım atmağımız düşünürəm ki, əmək bazarı üçün bir neçə ildən sonraki zəruri kadrın artıq təmin olunmasına həyata keçirməsi deməkdir. Kənan müəllim, peşə təhsil mərkəzinin məzunlarının məşğulluq səviyyəsinin yüksəldilməsinə verdiyi daha hansı töhfələr var? Bugün demək olar ki, mərkəzin tələbələrə verdiyi töhfə ondan ibarətdir ki, tələbələr üçün geniş təhsil imkanları açır. Bununla yanaşı rezidentlərdə təcrübə imkanları verir. Hansı ki, biz əlbəttə ki, təhsil prosesində müəyyən nəzəri və praktik bilikləri formalaşdırırıq, lakin bununla yanaşı əmək bazarında rahat özümüzü realizə etmək üçün bizim üçün praktik səriştələrin daha geniş olması zərurəti vardır. Bu baxımdan peşə təhsil mərkəzinin üstünlüyü ondan ibarətdir ki, ətrafda olan rezidentlər və eləcə də əmək bazarında olan nüfuzlu holdinq və şirkətlərdə tələbələr
müəllimlərin həm tanıtımı, həmçinin onların öz bilik bacarıqlarını formalaşdırması üçün bir müsbət bir mühitin yaradılmasında mərkəzin çox böyük rolu var. Məhz dediyiniz o xarici investor şirkətlərinin, həmin o şirkətlərdən olan nümayəndələrin tədris prosesində iştirak olubmu? Bizdə ümumiyyətlə mən qeyd edeyim ki, hər il üçün sosial mədəni fəaliyyət planı təsdiqlənir və bu plan çərçivəsində biz 23-24-cü tədris ilini götürsək, 190-dan artıq sosial mədəni tədbir həyata keçirmişik. Bunların içində müxtəlif seminarlar, görüşlər, təlimlər, eləcə də müxtəlif tədbirlərdir ki, bu tədbirlərin böyük bir qismi də əlbəttə ki, qeyd etdiyiniz kimi həm xarici bizim partner olduğumuz şirkətlər, eləcə də ölkə üzrə nüfuzlu şirkətlərin rəhbər şəxslərindən bizim tələbələrin mütəmadi görüşləri, onlar üçün seminarların, təlimlərin keçirilməsi, tədris proqramında nəzərdə tutulmayan əlavə əmək bazarı üçün zəruri olan sahələrlə bağlı onların informasiya ötürməsindən ibarət olub. Nə gözəl. Bir musiqi fasiləsi verək, yenidən davam edəcək. Dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, musiqi fasiləsindən geri qayıtdıq. Yeni qoşulan dinləyicilərimizə, izləyicilərimizə xatırladım ki, bugün peşə təhsilindən danışırıq və qonağımız İqtisadi Zonaların İnkişaf Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırovdur. Kənan müəllim, dual təhsil sistemi var sizdə bildiyim qədər. Onun mahiyyəti nədən ibarətdir? Deməli 2022-ci ildən başlayaraq Azərbaycanda 2 təhsil mərkəzi üzrə Almaniyanın beynəlxalq BV şirkəti tərəfindən Sekuan maliyyə dəstəyi ilə dual proqram həyata keçirməyə başlayıb və o mərkəzlərdən biri də İqtisadi Zonaların İnkişaf Agentliyinin Peşə Təhsil Mərkəzi olub. Birinci fazla üzrə 3 il ərzində əsasən informasiya texnologiyaları sahəsində, İKT sahəsində dual proqram həyata keçirilib. Proqram sırf deməli təhsil prosesində həm təcrübənin, həm də nəzəri prosesin bir müstəvi gətirilməsindən ibarət olub. Burada deməli tələbələr birinci tədris ilində həftədə bir gün müəssisədə istehsal təcrübəsində olublar və 4 gün təhsil mərkəzində digər dərslər, əlbəttə ki, nəzəri dərs məşğələlərində iştirak ediblər. İkinci tədris ilində artıq 2 il istehsal müəssisəsində olublar və 3 gün təhsil mərkəzində olublar. Üçüncü ilində isə təhsil pilləsinin, əlbəttə ki, bunlar 3 gün istehsal təcrübəsində olublar, 2 il peşə təhsil mərkəzində olublar. Bunun üstünlüyü ondan ibarətdir ki, dual proqramında tələbə ixtisas üzrə bilikləri formalaşdırdıqca paralel həmin həftə ərzində onu praktik olaraq iş tətbiq edə bilir və biz bunu bir neçə partner şirkətlərlə həyata keçirmişik və çox uğurlu şəkildə də nəticələrini verib. Belə ki, artıq bizim tələbələr baxmayaraq ki, təhsil alırlar, orada sərbəst qrafik şəklində iş hüququ qazanıblar və hətta bir neçəsinin öncəki qruplarda məşğulluğun təmin olunması üzərində artıq işlər gedir. Bununla yanaşı ikinci fazanı artıq biz başlamışıq. Bu faza isə İKT deyil, Azərbaycan üçün daha prioritet olan yeni ümumiyyətlə ölkə üzrə prioritet sahələrdən biri ağıllı kənd təsərrüfatının idarə edilməsi sahəsidir və buna paralel olaraq alternativ enerji üzrə mütəxəssislərin, yəni bayaq dediyimiz kimi bərpa olunan enerjinin üzrə mütəxəssislərin hazırlanmasıdır. Dual proqram çərçivəsində mütəmadi olaraq bizdə mərkəzdə deməli müəllim pedaqoji heyət üçün Almaniyadan dəvət olunmuş mütəxəssislər çərçivəsində bir həftəlik silsilə təlimlər həyata keçirilib. İstehsal təcrübəsi ustalarının Almaniya səfərləri həyata keçirilib, onların təcrübələri öyrənilib, istehsal müəssisələrində praktik fəaliyyətlər öyrənilib və bu da həm tələbə və müəllim qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi çox müsbət təsirini göstərib. Və hal-hazırda da ikinci faza üzrə proses davam elətdirilir və bu ixtisas üzrə də biz artıq dual ənənəsini ölkədə formalaşdırmasına başlamışıq. Nə gözəl. Kənan müəllim, ümumiyyətlə bizim yerli müəssisələr, yerli bazar deyək də, daha çox hansı sahələrə üstünlük verirlər tələbələrə? Tələbələrə bugün belə deyim ki, sənaye müəssisələrində çox ciddi ehtiyac var və xüsusilə mən bunu vurğulamaq istəyirəm. Proqram liderinin dəzgahlarının operatorudur, torno frez, CNC üzrə operatorlardır, elektriklərdir. Belə qaynağın özünü götürsək bugün, qaynaqla bağlı və bazarda kifayət qədər vakant və işçiyə ehtiyac duyulan necə deyək şirkətlər var. Biz onlarla sıx əməkdaşlıq eləyirik və bizim tələbə qəbul planımız işə götürənlərin və rezidentlərin necə deyilir ehtiyacı əsasında formalaşdırılır və ona uyğun biz artıq bu il üçün tələbə qəbul planımızı vermişik. Bəs Qarabağ zonasında necə tələbələr iştirak ediblərmi? Bizdə məzunların əlbəttə ki, məşğulluğu təmin olunanda burada sənaye parklarının ərazisində olan istehsal müəssisələri, yəni rezident şirkətlər və digər artıq ölkə ərazisində fəaliyyət göstərən şirkətlər iştirak edirlər. Bizim məzunlarımızdan bəli bugün Qarabağ ərazisində istər tikinti quraşdırma işlərində, istərsə də orada fəaliyyət göstərən müəssisələrdə çalışan məzunlarımız var. Beləcə də rezidentlərdə bizim Kimya Sənaye Parkında, eləcə də digər sənaye parklarında və məhəllələrində çalışan rezidentlərimiz var. Bəli. Kənan müəllim, bilirik ki, ölkədə peşə təhsil mərkəzləri çoxdur. Ümumiyyətlə
İZİA'nın tərkibində olan bu peşə təhsil mərkəzinin digər təhsil mərkəzlərindən üstünlükləri nələrdir? Bir neçə sadə üstünlüklərini vurğulaya bilərəm. Mən düşünürəm ki, ən böyük üstünlüklərdən biri müəllim pedaqoji heyətin təhsil səviyyəsinin yuxarı olmasıdır. Çünki bizdə tədris prosesinə cəlb olunmuş təhsil verənlərin 65%-i magistr və doktorant təhsil səviyyəsində olan müəllimlərdir və əlbəttə ki, bunların böyük bir qismi də MİQ-də yüksək bal toplamış müəllimlərdir ki, bizdə pedaqoji fəaliyyətlə məşğul olurlar və mütəmadi öz bilik bacarıqlarını tələbələrə ötürürlər. Bir faktor kimi əlbəttə ki, təhsil verənlərin kvalifikasiyasının yüksək olmasını göstərmiyorlar. İkinci bir fakt olaraq istehsal təhsil müəssisəsinin infrastrukturunu qeyd edə bilərəm. Bizdə avtomatika, elektronika, gidravlika, pnevmatika istiqaməti ilə bağlı laboratoriyalar mövcuddur. Eləcə də İKT laboratoriyaları mövcuddur. Bizim emalatxanamız mövcuddur. Hansı ki, burada tələbələr sinif şəraitində nəzəri məşğələlərin keçdiyi zaman laboratoriyaya düşməklə praktik o biliyin artıq formalaşmasını həyata keçirə bilirlər və bizdə demək olar ki, dərslərin böyük bir qismi praktik məşğələlər üzərində həyata keçirilir. Bu da üstünlüklərimizdən biridir ki, məzunlar əmək bazarına çıxdığı zaman çox qısa zamanda əmək bazarının tələblərini qəbul etməklə adaptasiya oluna bilirlər əmək bazarına. Və eləcə də bizim əməkdaşlıq etdiyimiz çox saylı rezidentlərin, şirkətlərin, eləcə də digər təhsil müəssisələrinin olmasıdır ki, onların əməkdaşlıqda biz müxtəlif yarmarkalar keçiririk, bax etdiyimiz seminarlarımız, görüşlərimiz, bizim tələbələr ölkə ərazisində keçirilən müxtəlif yarışlarda iştirak edirlər. Hətta birinci yerin qalibi olan bizim komandalar var ki, birinci, ikinci yerlərin qalibi olublar. Biz buna qeyd edib Bakı Mühəndisi Universitetində keçirən məntiq üzrə yarışı qeyd edə bilər ki, bizim komandamız birinci yer tutmuşdu. İdman sahəsində məsələn biz xüsusi yer veririk. Bizim komandamız bu yaxınlarda deməli Bakı və regional kəndir dartma üzrə yarışda ikinci yeri tutdu. Və eləcə də regional Abşeron xız üzrə İKT haqatronunda bizim tələbələr birinci və ikinci yer tutan komandaların bizim tələbələr təşkil etmişdilər ki, bu baxımdan da onların müxtəlif kommunikasiyaların olması, eləcə də əlavə təhsil proqramlarına cəlb olunması onlarda zəruri səriştələri formalaşdırır və yeni bilikləri formalaşdırır. Hansı ki, bunları tədris proqramı özündə nəzərdə tutmur. Kənan müəllim, biz bilirik ki, təkcə kişilər izləmir, dinləmir, həmçinin xanımlar da izləyirlər. Ümumiyyətlə, peşə təhsil mərkəzində xanımlar üçün iş imkanları, təhsil varmı? Bəli, mən xüsusi vurğulamaq istəyirəm ki, bizdə proqramla idarənin dəzgahların operator peşəsində xanımlarımızın sayı daha çox olub və bugün onların məşğulluğu təmin olunub. Əlbəttə ki, proqram idarənin dəzgahlarının operatoru bugün sənayenin ən vacib tərəflərdən biridir. Çünki sənaye özü belə informasiya texnologiyalarına idarə olunur, artıq süni intellekt gəlir və xanımlarımızın sayı bu istiqamətdə çoxdur. Və xanımlar bizim demək olar ki, tələbələrin faiz nisbətində desək 35-40%-i xanımlar təşkil eləyir və daha çox da bu İKT və bayaq dediyim proqram idarənin dəzgahlarının operatoru ixtisaslarında özünü göstərir. Digər ixtisaslarda isə bəylərin əlbəttə ki, seçim etdiyi üstünlüklər çoxdur. Bəs peşə təhsil sistemində hansı yeniliklər, standartlar mövcuddur hal-hazırda? Ümumiyyətlə, bugün peşə təhsili ölkədə dinamik bir inkişaf prosesindədir. Çünki bilirik ki, dövlət başçımızın, eləcə də onun həyata keçirdiyi fəaliyyət nəticəsində bu sahəyə çox böyük diqqət var və peşə təhsilinin imkanları daha böyükdür. Çünki bəzən görürük ki, gənclər ali təhsilə daha çox maraq göstərir. Amma sənaye müəssisələrində bugün ixtisaslaşmış kadrlar çox böyük ehtiyac var. Azərbaycanda demək olar ki, investisiya yatırımları sayı artır, yeni sənaye parkları yaradılır, rezidentlərin sayı çoxalır. Bunlar üçün də əlbəttə ki, peşəkar kadrlara çox tələbat var. Peşə təhsilini seçən gənclər bugün çox rahatlıqla, əlbəttə ki, mütəxəssislik səviyyəsini formalaşdıra bilirsə, bunu özündə inkişaf etdirə bilirsə, əmək bazarına rahat çıxaraq öz məşğulluğunu təmin edə bilirlər. Çox doğru. Ümumiyyətlə, peşə təhsili mərkəzində sizin hansı ilkləriniz olub, belə deyək? İlklər bayaq qeyd etdiyim kimi bizim qaynaq sahəsində TW ilə əməkdaşlığımız olsun. İstər peşə təhsili sahəsində ilk ikili diplom proqramının İsveçrədən tətbiq olunması olsun və biz hal-hazırda yeni bir məlumat olaraq da bölüşüm. İstanbul Gidik Universitetinin əməkdaşlığa başlayırıq və orada da bizim tələbələrin növbəti təhsil pilləsində təhsil almaları üçün artıq danışıqlar gedir və anlaşma memorandumumuzu imzalayacağıq o universitetlə. Ümumiyyətlə qeyd edeyim ki, peşə təhsil, yəni yüksək texniki peşə təhsili səviyyəsində qanunverici uyğun olaraq tələbələrin universitetə birbaşa müsahibə ilə qəbul olmaq hüququ var. Əslində bu da gənclər üçün geniş bir imkanlar verir ki, yüksək balla çox, yəni necə deyirlər, daha səmərəli təhsil prosesini keçdiyi zaman çox rahatlıqla universitetin bakalavr pilləsinə təhsil almaq şansı yaradır. Bununla yanaşı ilklərimiz ondan ibarətdir ki, biz partnyorlarla, bayaq dediyim kimi özəl tərəfdaşlarla peşənin təbliği ilə bağlı müxtəlif layihələr həyata keçiririk.
keçiririk, müxtəlif necə deyirlər, görüşlər həyata keçiririk, böyük layihələr həyata keçiririk ki, bu sahə stimullaşdırılır. Ümumiyyətlə gənclərimizin bugünkü dövrdə ali təhsilə önəm verməsi faktdır artıq öz yerini tapıb. Bəs nə üçün peşə təhsilinə önəm verməlidir bir gənc? Mən bunun izahını sizə bildirim. Bəzən gənclər düşünür ki, ali təhsilə getdiyi zaman daha yüksək nəvacibli bir işlə təmin olunacaq və belə deyim, ümumiyyətlə əmək bazarı isə rəqabətli bir mühitdir. Bugün ölkənin iqtisadiyyatının sürətlə inkişaf etməsi sənaye sahələrində olan yeni vakant yerlərin yaranmasına səbəb olmuşdur. Və bəzən də bu prosesi təmin etmək üçün bayaq dediyim kimi ali təhsili bitirən gənclər gəlir o peşələrə ki, hansı ki yenidən müəyyən bir illik texniki peşəni oxumaqla bu yerlərin doldurulmasına tərəf yönəlilir. O baxımdan gənclər, yenə deyirəm ki, əmək bazarının müəyyən peşələrin trend olmasına yönəlik olaraq və yaxud daha məşhurluğuna əsas gətirən ali təhsil müəssisələrinə can atırlar, amma dünya təcrübəsi onu göstərir ki, ümumiyyətlə sənayedə də kifayət qədər, beləcə də peşə təhsilinə kifayət qədər dünyada təcrübədə tələbat böyükdür. Məsələn, Almaniya modeli olsun, Avropa ölkələrini götürsə biz görə bilərik ki, kifayət peşəni bitirənlər ali təhsildən də bəzən yüksək əmək haqqında təmin olunan işlərdə çalışırlar. Çünki bunların biliklərinə bugün əmək bazarının çox böyük ehtiyacı var. Hətta sosial şəbəkələrdə belə bir gülünc paylaşma da görürük ki, peşə təhsili bitirən bir gəncin həyatı, ali təhsil bitirən gəncin həyatı. Həqiqətən peşə təhsili önəmlidir ölkə üçün. Çünki iqtisadiyyatı güclü olan ölkələrin peşə təhsilinə xüsusi bir marağı var. Ümumiyyətlə gələcək illərdə həmin peşə təhsil mərkəzinin hədəfləri nədir? Biz hədəf olaraq tələbə əlbəttə ki, sayının artırılmasını qarşımıza məqsəd olaraq qoymuşuq. Çünki bugün əmək bazarının sənaye ehtiyaclarına təmin olunmasında çox böyük bir boşluq mövcuddur və bunu əlbəttə kompensasiya etmək lazımdır. Buna yanaşı mərkəz olaraq biz ölkə daxili partnyorluqlarımızın, rezidentlərin, eləcə də digər sənaye və istehsal müəssisələri, eləcə də holdinglər əməkdaşlığımızı intensivləşdirməyi məqsəd olaraq qarşımıza qoymuşuq ki, bunlar bizə tələbələrin istehsal prosesinə cəlb olunmasına daha yeni imkanlar yaradacaq və eləcə də onlar növbəti mərhələdə çox rahatlıqla iş təmini həyata keçirilə biləcək. Bununla yanaşı biz xarici əlaqələrimizin genişləndirilməsini hədəf olaraq qoymuşuq və bu istiqamətdə iş gedir. Dedim ki, müxtəlif nüfuzlu holdinglərlə Avropanın, eləcə də dünyanın ki, bu bizə tələbələrin sertifikatlaşması üçün imkanlar yaradacaq. Çünki biz bəzi peşələr var ki, orada beynəlxalq sertifikatlar tələb olunur və biz təhsil müəssisəsi olaraq bu sertifikasiyanın da gətirilməsi üzərində işi həyata keçiririk. Bayaq qeyd etdiyim kimi CWI-la partnyorluğumuz memorandum timsalında bizim tələbələrin və eləcə də müəllim pedaqoji heyətin təhsil səviyyəsini qaldırmaq və orada qaynaq istiqaməti olduğuna görə qaynaq üzrə diaqnostikası, monitorinq üzrə səriştələrin formalaşdırılması və beynəlxalq sertifikatın alınması üçün imkanlar yaradılacaq. Bu istiqamətdə işlər həyata keçirilir. Son olaraq bir sual verim Kənan müəllim. Ölkəmizdə olan gənclər sizin təhsil mərkəzinə necə müraciət etməlidirlər? Hansı sahələrə? Bizim təhsil mərkəzində təhsil almaq istəyən gənclər peşə təhsil sisteminin müvafiq platforma sistem üzərindən peşə təhsil mərkəzinin ixtisasları yazmaqla qəbul zamanı müraciət edə bilərlər. Dövlət sifarişi üzrə yerlər də var, ödəniş əsaslarına olan yerlər də var. Ödənişli əsaslarla qiymət məsələsi. Bəli, ixtisasdan asılı olaraq 600 və üzərində olan ixtisaslar var və dövlət sifarişində oxuyan tələbələr isə təqaüdlə təmin olunurlar. Bəli. Çox sağ olun Kənan müəllim gəldiyiniz üçün. Maraqlı bir söhbət oldu. Ümid edirəm siz də bəyəndiniz verilişimizi. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Əminəm ki, bugün bizim verdiyimiz informasiya əlbəttə ki, gənclərimizi düzgün istiqamətləndirəcək. Çox müsbət təsir göstərəcək, eləcə də onlar üçün yeni bir seçim imkanları yaradacaq və əminəm ki, gənclər ali təhsillə yanaşı peşə təhsilinə də diqqət yetirəcək və bu istiqamətdə karyera qurmaq üzrə və günümüzün tələbi məsələ buna əsas verir. Bəli, əziz dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, biz bugün peşə təhsilinin ölkəmizdə önəmindən danışdıq. Studiyada qonağımız İqtisadi Zonaların İnkişaf Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov idi. Aparıcınız Nicat Cəfər və bizim pult arxasında əyləşən dəyərli əməkdaşlarımız var. Efir rejissorumuz Qızqaç Camalova, YouTube rejissorumuz isə Nihat Hacıyev idi. Sağ olun, salamat qalın.